Deməli, bugünkü mövzumuz Bayandurlu Ağqoyunlu dövlətidir. Qeyd elədiyimiz kimi, Ağqoyunlu Tayfa İttifaqı Van gölünün qərb hissəsində, deməli, bunların mərkəzləri Diyarbəkir idi. Biz Qaraqoyunlunu keçərkən qeyd elədik ki, Qaraqoyunlular Van gölü ətrafında, deməli, Van gölünü özlərinə mərkəz seçmişdilər. Qaraqoyunlular isə Diyarbəkiri, deməli, özlərinə mərkəz seçmişdilər. Qeyd etdiyim kimi, bugünkü mövzumuz Bayandurlu yaxud da Ağqoyunlu dövlətidir. Bəzən görürsən, suallarda Ağqoyunlu yox, Bayandurlu kimi qeyd edirlər. Və bu dövlət 1468-dən 1503-cü ilə qədər mövcud olacaq. Ağqoyunlu Tayfa İttifaqının əsasını 14-cü əsrdə Pəhləvan bəy Bayandurlu qoymuşdu, Van gölünün qərb hissəsində. Bundan sonra isə hakimiyyətə Qarayuluq Osman bəy gəlir. 1300, deməli, 1434-1434-cü illərdə deməli, mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyini yaradır. Bu dövrdə o, Osmanlı, deməli, İldırım Bəyazidə qarşı özünə müttəfiq kimi Əmir Teymuru seçir, onunla yaxınlaşır və Əmir Teymurun, deməli, Ankara döyüşündə Osmanlını məğlub etməsindən istifadə edərək öz ərazisini genişləndirir. Deməli, nə vaxt genişləndirdi? Əmir Teymurun Osmanlının üzərində qələbəsindən sonra. Və növbəti hakimiyyətə isə Həsən bəy Bayandurlu gəlir 1453-cü ildə. Deməli, qardaşı Cahangir Mirzə ilə mübarizədə qalib gələrək hakimiyyəti ələ keçirir. Və bu dövrdə, deməli, Həsən bəyin anası Sara Xatun bütün şərqdə, Avropada yeganə diplomat qadın kimi, deməli, tanınırdı. Həsən bəy Bayandurlunun dövründə əsas məsələ Trabzon məsələsi idi. Bildiyimiz kimi 1453-cü ildə 2-ci Mehmet Bizans imperiyasına son qoyduqdan sonra Avropa ilə olan ticarət, deməli, yollarını ələ keçirmişdi. Bu da Azərbaycanın Avropa ilə ticarət əlaqələrinə ağır zərbə vurmuşdu. 2-ci Mehmedin növbəti məqsədi isə Bizans imperiyasının son, deməli, qalığı olan Trabzonu ələ keçirmək idi. Bunda da məqsəd o idi ki, bütün ticarət yolunu, belə deyək, Avropa ilə olan bütün ticarət yoluna nəzarət, bir də Kiçik Asiyadakı xristian mülklərini ləğv etmək idi. Bu dövrdə, deməli, Trabzonun Ağqoyunlu üçün mühüm əhəmiyyət daşımasının səbəbi bu idi ki, Trabzon vasitəsilə, deməli, Ağqoyunlular Qara dənizə çıxış əldə edirlər. Yeganə çıxış yolları Trabzon idi. Və beləliklə Osmanlı ilə, deməli, Ağqoyunlu bəyliyi arasında 1461-ci ildə Qollihisar döyüşü olur. Bu döyüşdə Osmanlılar məğlub olurlar. Məğlub olmasına baxmayaraq Osmanlı, deməli, Ağqoyunlu Həsən bəy, deməli, Osmanlılarla sülh bağlamaq qərarına gəlir. Bunda da səbəb hələ Ağqoyunlu Tayfa İttifaqının, deməli, Ağqoyunlu bəyliyinin kifayət qədər güclü olmaması idi. Bu məqsədlə anası Sara Xatunu, deməli, Osmanlı sarayına göndərir və qarşısına 2 məqsəd qoyur. Birinci məqsəd o idi ki, deməli, Osmanlını Ağqoyunlu ilə müharibədən çəkindirmək. İkinci məqsəd də ki, deməli, Trabzonu tutmaqdan əl çəkməsi idi. Sara Xatun birinci məsələni yerinə yetirə bilsə də, amma ikinci Məhməd Trabzonu fəth etməkdən çəkinmədi. Və 1461-ci ildə, deməli, Trabzon krallığı süqut etdi. Və nəticədə Ağqoyunlu üçün nəticəsi o idi ki, Ağqoyunlu öz müttəfiqini itirdi və bununla da Qara dənizə yeganə çıxış yolunu itirdi. Bu zaman Sara Xatun, deməli, belə bir Trabzonlu olan qohumluq əlaqəsindən istifadə edərək, deməli, Trabzon xəzinəsinin bir hissəsini 2-ci Mehmeddən aldı. Və beləliklə, deməli, Ağqoyunlu bəyliyinin növbəti, deməli, mübarizəsi Qaraqoyunlu dövləti ilə idi. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunlu Cahanşahı məğlub edir. 1468-ci ildə isə Qaraqoyunlu dövlətinin sonuncu hökmdarı Həsən Əlini məğlub edərək Ağqoyunlu dövlətinin əsasını qoyur. Paytaxt da, deməli, Təbriz şəhəri olur. Bu zaman, deməli,
Ağqoyunlu dövləti Kür çayından cənubdakı əraziləri ta ki İran körfəzinə qədər olan geniş bir ərazini əhatə edirdi. Bura İraq, Şərqi Anadolu, Diyarbəkir, Şərqi Gürcüstan, İran, deməli indiki Ermənistan əraziləri daxil idi. Deməli, Ağqoyunlu dövlətini artıq dövlət olaraq qeyd edirik. Növbəti mübarizəsi Teymuri Əbu Səid ilə idi. 1468-69-cu illərdə olan mübarizədə, Teymurilərlə olan mübarizədə Əbu Səid məğlub edildi. Bu mübarizədə Uzun Həsənin müttəfiqi kimi iştirak edən Ərdəbil hakimi Şeyx Heydər idi və onlar birlikdə Muğanda Əbu Səidi məğlub edirlər. Deməli, Ağqoyunlu dövləti Osmanlı əleyhinə olan deməli ittifaq yaratmaq üçün Venesiya ilə əlaqə yaradır. Bu deməli ittifaqda məqsəd bu idi ki, odlu silah mütəxəssislər əldə etmək idi. Bunun üçün 1472-ci ildə Ağqoyunlular Qaraman bəyliyindən Kiçik Asiyaya yürüş etdilər. Bu zaman Venesiya onlara odlu silah və mütəxəssis göndərməli idi. Lakin Venesiya Osmanlı ilə gizli saziş bağladığı üçün deməli belə deyək bu vədinə əməl etmir və deməli bu zaman ümumiyyətlə Osmanlı əleyhinə diplomatik əlaqələr deməli yaratmış dövlətlər, Ağqoyunlunun Osmanlı əleyhinə diplomatik əlaqə yaratdığı dövlətlər Venesiya, Polşa, Macarıstan, Neapol, yəni İtaliya ərazisidir, bir də Kipr idi. Artıq deməli razılaşma deməli əldə etdiyi dövlətlər isə yenə də olduğu kimi burada sadəcə əlavə olaraq Polşa yox, deməli belə deyim, Vatikanı qeyd eləyəcək. Razılaşma əldə etdiyi dövlətlər Venesiya, Vatikan, yəni İtaliya ərazisidir, Macarıstan, Neapol, Kipr idi. Deməli, Ağqoyunlu dövləti ilə Osmanlı əleyhinə diplomatik münasibətlər yaratmış dövlətlər Venesiya, Polşa, Macarıstan, Neapol, Kipr, elə bil ki VPM, bir də NK. Deməli, razılaşma əldə etmiş dövlətlər isə Venesiyadır, Vatikandır, Macaristandır, Neapoldur, Kiprdir. Və beləliklə deməli Teymuri Əbu Bəkiri məğlub etdikdən sonra Ağqoyunlunun əsas rəqibi Osmanlı idi ki, bunlar 1472-ci ildə Beyşəhir döyüşündə deməli Osmanlılar Ağqoyunluları məğlub etdilər. Bu döyüşlə 1461-ci ildə imzalanmış sülh pozuldu. Növbəti döyüş isə deməli 1473-cü ildə Malatya döyüşü idi. Bu döyüşdə deməli Osmanlılar məğlub oldu. 73-cü ildə növbəti döyüş Otluqbeli döyüşü oldu ki, burada isə deməli Ağqoyunlular məğlub oldu. Deməli Ağqoyunlu Osmanlı müharibəsinin ikinci mərhələsi 1472-də başladı. Bu döyüşləri necə yadda saxlayırıq? Belə deyək, yadda saxlayırıq ki, deməli Beyşəhirdə mallar otlayır. Bax, açar sözümüz budur. Beyşəhirdə mallar otlayır. Yəni Beyşəhir döyüşü, Malatya döyüşü, Otluqbeli döyüşü. Bu döyüşlərdən yalnız deməli Malatyada Ağqoyunlu qalib gəlir, digər ikisində isə deməli məğlub olur. Yenə də dediyim kimi açar sözümüz Beyşəhirdə mallar otlayır oldu. Və ümumilikdə qalsa deməli Ağqoyunlu Osmanlı müharibəsinin ikinci mərhələsinin ümumi nəticəsi olaraq heç bir tərəf deməli qalib gələ bilmir və bu döyüşdən sonra Həsən Padşahın da mövqeyi zəifləmiş olur. Eyni zamanda da 2-ci Mehmet deməli Azərbaycanı ələ keçirməyə planı iflasa uğrayır, Azərbaycanı ələ keçirə bilmir. Və beləliklə deməli
Ağqoyunluların Ərdəbil hakimliyi ilə olan münasibətlərindən danışsaq, deməli, Şeyx Heydərlə qohumluq əlaqəsində idi və 1470-ci ildə Şeyx Heydəri Ərdəbilə yenidən Səfəvi taxtına qaytarmışdı. Və növbəti isə deməli Moskva knyazlığı ilə olan münasibətindən danışaq. 1475-ci ildə Moskva knyazı 3-cü İvan deməli Ağqoyunlu sarayına elçi göndərir. Elçi göndərməkdə məqsədi Qızıl Ordaya qarşı birlikdə hərəkət etmək idi. Lakin Qızıl Orda Moskva knyazından qabaq artıq deməli hədiyyələrlə Təbrizə elçilər göndərmişdi və cənub sərhədlərinin pozulmaması haqqında Həsən Padşahdan təminat aldığına görə Moskva knyazı 3-cü İvanın göndərdiyi deməli elçilər uğursuz olur. Yəni artıq Qızıl Orda ilə ittifaq yaratdığından bunun təklifini qəbul etmir. Növbəti isə 1477-ci ildə olan deməli Gürcüstana uğurlu yürüşlər oldu və burada 6-cı Baqratla sülh bağladı və nəticədə Şərqi Gürcüstan Ağqoyunlu dövlətinə birləşdirildi. Ümumiyyətlə baxsaq ki, deməli hökmdar olaraq Həsən Padşahın mübarizə apardığı deməli dövlətlər oldu. Osmanlı dövləti, deməli daha sonra isə deməli Teymurilər ərazisinə, bir də Gürcüstana olan yürüşlərindən qeyd edirik. Deməli bundan sonra isə Həsən Padşahdan sonra hakimiyyətə deməli Yaqub Padşah gəldi 1478-1490-cı illərdə. Ağqoyunlu Uzun Həsəndən fərqli olaraq Yaqub Padşah Osmanlı 2-ci Bəyazidlə dostluq əlaqəsi yaratmışdı. Eyni zamanda deməli Şirvanşahlarla da dostluq əlaqələrini davam etdirmişdi. Deməli qeyd etmişdik ki, Həsən Padşahın dövründə Osmanlı ilə müharibə idi, amma Yaqub Padşah ondan fərqli olaraq Osmanlı ilə dostluq əlaqəsi idi. Eyni zamanda Uzun Həsən kimi Şirvanşahlarla da dostluq əlaqələrini davam etdirmişdi. Amma Ərdəbil hakimliyi ilə Həsənin dövrünə münasibətlər yaxşı olduğu halda Yaqub Padşahın zamanında münasibətlər çox da yaxşı olmadı və 1488-ci il Şahdağ döyüşündə deməli Ərdəbil hakimi Şeyx Heydəri məğlub etdilər. Bu zaman deməli Yaqub Padşahın müttəfiqi Şirvanşah deməli Fərrux Yasar idi. Yığlar bizim deməli Yasar, Yaqub birlikdə Şeyx Heydəri deməli Şahdağ döyüşündə məğlub etdilər. Ümumiyyətlə Yaqub Padşahın dövrü Ağqoyunlu dövründə durğunluq dövrü kimi qeyd olunur. Yaqub Padşahdan sonra hakimiyyətə Baysunqur gəldi. 1490-92-ci illərdə hakimiyyətdə olmuşdu. Bərdə döyüşündə deməli Rüstəm Mirzə tərəfindən Bərdə döyüşündə kim məğlub edildi? Baysunqur Bığlar. Bərdədə Baysunqur 1492-ci ildə Rüstəm Mirzə tərəfindən məğlub edildi. Deməli 1492-dən 97-yə qədər hakimiyyətdə Rüstəm Padşah idi. O əvvəlcə deməli Sultan Əlini həbsdən azad edib Ərdəbilə qaytarsa da 1492-ci ildə daha sonra Sultan Əlinin nüfuzunun yüksəlməsini görərək ona qarşı deməli mübarizə apardı və 1494-cü ilə Şəməsi döyüşündə deməli keçmiş müttəfiqi Sultan Əlini məğlub etdi. Bayaq da biz də Qara Yusifdə də qeyd etmişdik ki, Əsəd döyüşü, bir də Şəməsi döyüş. Oxşar cəhət keçmiş müttəfiqlər arasında olması idi. Eyni zamanda Rüstəmin zamanında çoxlu soyurqal torpaqları da paylanmışdı. Növbəti isə hakimiyyətə gələn deməli Gödək Əhməd idi, Əhməd Padşah idi. Bəzən ona Gödək Əhməd adı ilə də tanıyırlar. 1497-ci ildə o 96-cı il Naxçıvan döyüşündə deməli Rüstəm Mirzəni məğlub edərək hakimiyyəti ələ keçirir. Bir sıra islahatlar həyata keçirir. Bu islahatlar nəticəsində 20-dən çox vergini ləğv edir. Gödək Əhmədin deməli soyurqal torpaqlarını məhdudlaşdırmaq istəyi deməli onun hakimiyyətdən salınmasına gətirib çıxarır. Bu o qurduğu hakimiyyəti Osmanlı idarəçiliyinə uyğun qurmağa çalışırdı və 1497-ci il qeyd etdiyim kimi soyurqal torpaqlarını məhdudlaşdırma siyasəti ona qarşı qiyamın baş verməsinə səbəb olur və 1497-ci ildə qiyam nəticəsində hakimiyyətdən devrilir.
Və bundan sonra isə hakimiyyətə Murad Mirzə çıxsa da, digər tərəfdən əmisi oğlu Əlvənd Mirzə də deməli hakimiyyət uğrunda mübarizə aparırlar. Nəhayət onlar arasında 1500-cü ildə Əbhər sazişi imzalanır. Bu saziş nəticəsində deməli Ağqoyunlu dövləti 2 yerə parçalanmış olur. Deməli Fars İranı, Kirman, Əcəb İraqı deməli Murada, Azərbaycan isə deməli Şərqi Anadoluda Azərbaycandır. Bunlar isə Əlvənd Mirzənin deməli payına düşür. Ümumiyyətlə baxsaq ki, deməli həm Qaraqoyunlu, həm Ağqoyunlu dövlətlərinə baxsaq ki, burada diqqət edəcəyimiz məsələ Qaraqoyunlu bəyliyi dövründə, Ağqoyunlu bəyliyi dövründə olmasıdır.